Həzrət Əli əleyhissalamın bir dənə sözü var, din haqqında qəribə bir də. Dininiz sizin qardaşınızdır deyir. Dininiz sizin qardaşınızdır. Ondan müğayət olun, bu mənadadır. Yəni o qardaşlıq necə olur? Əvvəl sən tezə-tezə gəlsən, kiçik qardaşsan, o sənə böyük qardaşlıq eləyir. Amma sən elə yolu getməlisən ki, nəticədə sən ona böyük qardaşlıq, yəni sən dini qorumalısan, bəli. Yəni bu yol səndən böyüməyi tələb edir. Bir ömür yaşa, hələ kiçik qardaş olursan da bu yaşayış olmadı ki. Hələ kişilər olmayıb ki, ya, İslam o kişilərə görə tanısınlar. Yəni bir var, yol gedirsən, getdiyin yol səni tanıdır. Filan kəs filan yolla gedir, namaz qılandır, oruç tutandır. Amma bir də var ki, sənin özünə məxsus hələ gedişatın olur ki, sənin gedişatın dini tanıtdırır.